Başqa bir implant sistemində başarısız olsanız, onun yerinə mütləq Medentikayı sınayın. Fərqini görəcəksiniz. Salam, mən Dr. Rövşən Məmmədov, Dental Club Stomatoloji Klinikasının, həmçinin ITI Bakı Study Club direktoruyam. 20 ilə yaxındır implant diş həkimliyi ilə məşğulam və bu gün sizə Medentika implantlarından bəhs edəcəm. Nəyə görə Medentika implantları? Çox arzu etdiyimiz Grade 4 titaniuma sahib Medentika implantları bizə 680 megapaskal gücündə ağırlığı özündə daşımağa təmin edir. Və ən çox sevdiyimiz aqressiv konik yivli, həmçinin bəzi çətin кейslərdə bizə lazım olan pasiv və silindrik implant səthlərinə də malikdir. Bununla yanaşı, çox vacib olan məsələlərdən biri SLA səthinin, həmçinin bu səthin Alman dəqiqliyi ilə çox təmiz, clean surface olmasıdır. Medentika implantlarının müasir digital iş axışını həyata keçirmək üçün zəngin kitabxanası vardır. Həmçinin digital işləri yüksək səviyyədə, tez və başarılı həyata keçirmək üçün uyğun implant parçaları mövcuddur. Medentika implantlarının çox önəmli xüsusiyyətlərindən biri də dünyada çox yayılğın istifadə olunması, həm Avropa ölkələrində, həm Asiya ölkələrində bu implantların tanınmasıdır. Və bununla da xaricdən gələn pasientlərə biz bu implantları başarılı bir şəkildə istifadə edə bilirik. Başqa bir implant sistemində başarısız olsanız, onun yerinə mütləq Medentikayı sınayın. Fərqini görəcəksiniz.